Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Rabbimize şükürler olsun. Uca Allah'ın salamı, salavatı Peygamberimiz sallallahu aleyhi ve sellem, onun ehli beyti, eshabına üzerine olsun. Uca Allah Teala bizi, ailemizi korusun. İmadu icabeti dua. Duanın qəbul olmanın esası, direği. Yani biz necə edə bilərik ki, və nəyə görə dualar qəbuldur? El-yaqin, yəqinlik. Yani yəqinlik ki, mənim Rəbbim dualarımı qəbul edəcək. Rəbbim hər şeyə qadirdir. Yəni dua edərkən yəqinliklə dua etmək. Yoxsa qəbul olar, qəbul olmaz, bəlkə oldu, bəlkə olmadı. O dualar qəbul olmaz. Yəqinliklə ki, Rəbbim istəyimi verəcək, istəyimi qəbul edəcək, o istəklərimi qəbul etməyə qadirdir. Baxın, deyək ki, İmad icabeti dua. Duaların qəbulunun direği əsas nədir? El-yaqin, yəqinlik. Əs-siqatu billah, Allaha güvən. Rəbbim hər şeyə qadirdir. Rəbbim mənə istəklərimi verəcək. Bax, iki, siqa bi Allaha güvən. Quvvetul lucu ilallah. Allaha yönəlməkdə güc. Yəni, qəlbən, səmmi qəlbdən Allahın gücünə, qüdrətinə inanaraq ona yönəlmək. Bax, bu duanın qəbul olmanın neydi? Əsası, direği, subhanallah. Onun ki, insanın yəqinliyi güclü olarsa, Allah'a yönelmeyi de güclü olar. Baxın, nə deyir alimlərdən birisi? Deyir, bizə deyir, yaşlılarımız belə deyərdilər, deyir. O zaman ki, quraqlıq baş verərdi. Quraqlıq baş verəndən sonra insanlar istisqa namazına çıxardılar. İstisqa yəni Allah Taala'dan dua istəmək üçün namaz qılıb dua edərdilər. O gün ki, istisqa namazına çıxacaqlar, ondan əvvəl baxın, səhər tezdən qalxardılar. Hər kəs hovuzunu düzəldərdi, arxını düzəldərdi. Yəni qabını qoyardı, qacağını qoyardı ki, mütləq yağış yağacaq. Yəni iman o qədər yəqinliklə gedərdilər istisqa, yağış diləmək üçün duaya. Subhanallah. Gedərdilər, evlərinə qaydanda deyir, nədir? Yağış yağardı. Baxın, iman, yəqinlik. Bunlara baxın. İndi bizim halımıza baxın. Dua edərkən necədir? Ya olacaq, ya olmayacaq. Subhanallah. Ona görə nədir? Duada nədir? Əsas yəqinlik. Yəqin. Allaha güvən, güc, Allahın gücünə inanma ki, Allah Teala nədir? Qəbul edəndir. Nədir Peyğəmbərimiz? Allaha elə dua edin ki, muqinunə bilə icabə. Yəqinliklə Allah istədiyiniz verəcək. Bax, bu duadır, belə olmalıdır. Allaha güvən. Allah'ım, sen bizim bütün dualarımızı qəbul elə, sıxıntılarımızı aradan qaldır. Amin.